Bir də hər vaxt xeyir olsun dəyərli qrup üzvləri. Bu dünənki əməliyyatlar idi və bugün bir də sizə sübut edeyim, göstərim. Qassan perioda girək. Bugünkü əməliyyatları göstərim sizə. Yəni today vuraq. Bugün açılan əməliyyatlar və bağlanan əməliyyatlar. Diqqətlə baxın. Yəni qızılda və gümüşdə, yəni açılan take profitlər, yəni mükəmməl dərəcədə öz əksini tapdı və biz alış əməliyyatları, növbəti alış əməliyyatları 4722-lərdən verdi və take profiti daha yuxarılara, demək, daha yuxarılara 4772-lərə təyin edə bilərik və hal-hazırdakı vəziyyətdə qiymət demək, hardasa 4022 hardasa 25-26 dollarlıq bir gəliri var. Yəni, sığortalaya bilərsiniz. Yəni, ümumi istiqamət hələ ki, yuxarıdır. Və yəni, bir daha bizi izləyənlərin nəzərə çatdırım ki, biz sizə şərait yaradırıq ki, siqnal kanalında, ödənişli siqnal kanalında baxasınız siqnallara. Yəni, sizdən çox xahiş edirəm, yenidən bir gündə, yəni bizim operatorlardan möhlət istəməyin. Nə üçün? Çünki əgər sizə sadəcə olaraq bir neçə saat lazımdır ki, siqnal qrupuna baxarsınız, analiz edərsiniz ki, ümumi istiqamiyyətlə siqnallar necə paylaşılır. Təbii ki, 100% heç nə yoxdur. Bunu mən də deyirəm, dəfələrlə deyirəm. 100% heç nə yoxdur. Yəni, bugün səhər saatlarında 2 siqnal paylaşdıq. Qızıldan mükəmməli və hazırda tək qızılda, yəni 2 siqnal qızılda, bir də gümüşdə, yəni 3 siqnal bu mükəmməl bir nəticədir. Yəni, deyək ki, 22-dən deyək ki, hal-hazırda belə deyək də, yəni ən azından 25 dollarlıq yüksəliş oldu. Bu da mükəmməl nəticədir. Lazım deyil sizə, deyək ki, bir 40-50 dollarlıq bir qalxış. Yəni, bir lotla 25 dollar, 250-2500 dollar edir bir lotla. Yəni, bayağı da deyək ki, 11 dollar qalxdı, bu da 1100 dollar edir. Yəni, mükəmməl bir nəticədir. Lap belə kiçiklə də götürsək, yenə 110 dollar, bir də ki, 250 dollar, yəni yenə bu mükəmməl bir nəticədir. Yəni, gün ərzində haradasa 360 dollar, yəni 0.1 ilə mükəmməl nəticədir. Yəni, siqnal kanalında biz yəni paylaşırıq və yəni nümayiş etdiririk. Yəni siz görürsünüz. Yəni gördüyünüzdə yenə qazanırsınız da, yenə qazandığınızdan da, yəni müəyyən hissəsini ayırıb yenə siqnal kanalına aylıq ödənişini ödəmək istəmirsiniz. Yəni həqiqətən mənim üçün çox maraqlıdır. Yəni insanlar niyə bu dərəcədə yəni bu cür olurdular. Yəni qazanırlar da yenə istəyirlər ki, yenə gizlənirlər bir gücdəki bizdən yəni bəlkə də bir daha çox qazanaq. Onsuz da yəni qazanmaq istəyirsənsə, yəni bu qazanırsan, sən ver aylıq abunə ol da. Yəni burada nə var ki, onsuz da hər gün qazanırsan da, hər gün siqnal gəlir, hər gün siqnallardan sən qazanırsan da. Yəni mən insanlar niyə hazır fakt da göstərirəm ki, yəni hal-hazırda qiymət deməli 77-lər, 748-lərdir. Yəni ikinci alış əməliyyatlarından 25-26 dollar qalxıb. Yəni bu mükəmməl bir nəticədir də, yəni gəlirdir. Yəni bağla bunu, müəyyən hissəsini çıxart, ver, aylıq abunə ol. Yəni bu dərəcədə çətindirmi bu? Onsuz da yəni ayırdığınız siqnal kanalına verdiyiniz pullar yəni xeyrə məqsədi ilə. Yəni müəllimə vermirsiniz, müəllimin zəhmətinə də çəkdiyi zəhmətinə də vermirsiniz. Yəni bu sadəcə olaraq yəni dediyim kimi xeyrə məqsədi yönümlüdür. Yəni bunu da vermirsinizsə, yəni mən bilmirəm, yəni söz tapa bilmirəm. Həqiqətən də söz tapa bilmirəm.